Qoğal bişirdiyimi görən qızlarım təəccüblənəcək. Yoxlardan, cücələrdən, həyətə süpürməkdən vaxt edib sizə şirniyyatlar bişirə bilmirdim. Artıq bilirsiniz ki, onlar yoxdur. Yavaş-yavaş başlayıb şirniyyat bişirirəm. Bir çox bişirdiyim şirniyyatlardan da reseptlərini sizinlə bölüşəcəm. Bunu da sizinlə bölüşdüm ki, səhv ondan da qoğala çıxartmayasınız. Və xəmirimiz isə 9 qatdan ibarətdir. Ən vacib şərtlərdən biri də odur ki, duru yağla stolumuzu yağlayıb, sonra isə birinci qatını səririk. Qalan qatlarını isə təbii çərə yağdan istifadə edirik. Və ən sonda 9-cu qatımızı isə yağlamırıq. Rulet halında büküb qəşəngcə kəsirik. Bir çox qızlarım da deyəcək ki, stol cızılır, amma qəti qızlar stol cızılmır. Köhnə dədə-baba adətinin stollarındandır deyə keyfiyyətlidir. Mən 2 kilo undan 40 ədədə yaxın qoğal çıxartdım. İstəsəz 30 ədəd də çıxarda bilərsiniz, istəsəz 50 ədəd də çıxarda bilərsiniz. Ən sevdiyim yer burasıdır. Kəsirsən sayında bilirsən. Amma için doldurmaqla o qədər aram yoxdur, çünki çox vaxt tələb edir. Gördüyünüz kimi qoğalları hazır edəndə qatları burada bilinir. Amma mənim sizə tövsiyəm odur ki, çalışın qoğalın xəmirini o dərəcədə yumşaq etməyin. Çünki qoğalın xəmiri çox yumşaq olanda qatlarını açıb çıxarda bilmir. Dadı özündən gözəl, pambıq kimi möhtəşəm. Bu da mənim qoğallarım. Resepti də altda qeyd edəcəm. Takib atıb qayd eləməyi də unutmayın. Bəs sizlər necə qızlar rulet halında kəsirsiniz, yoxsa dəndən kəsirsiniz?